Vaxtınız xeyir olsun əziz hobbiçilər. Bugün dərnəyimizin üzvü Samit qardaşın təsərrüfatındayıq. Belə deyək ki, Brahma cinsini saxlamağa yeni başlayıb. Brahma həvəskarıdır. İnşallah ki, bundan sonraki sərgilərimizdə də Brahma ilə iştirak edəcək. Deməli, Samit qardaşımızı belə deyək də, Ağa Baba evdən gəlmə yumurtalardan çıxan damazlıqlar bunlar. Heyvanların hamısını demək olar ki, bir baxdıq və burada belə bir qərara gəldik ki, iki qrup yaradaq. Çünki əlində 9 fərə və 3 xoruz var. Xoruzun biri ehtiyat xoruzu olacaq. Digər heyvanlar incələkdə belə bir şey aşkar elədik. Yaxından çək. Deməli, bu heyvanın qənət rəngləri yaxşıdır. Yəni, qənət rəngləri yaxşıdır, heyvanın bel xətti yaxşıdır, ayaq rəngləri yaxşıdır, irilik, baş forması və s. Bu heyvanda xoşumuza gəlməyən bir cəhət odur ki, heyvanın pipiyi iridir. Ona görə biz qərara gəldik ki, bu heyvanın yanına bu fərəni atacaq. Bunun qənədi yaxşıdır, amma daha da tünd olmağını istəyirik və bir də bu fərənin pipiyi gözəldir, yəni pipi quruluşu çox gözəldir. Sıfır pipik dediyimizdir, 3 xətti, 3 sıralı bilinir. Gözəl damazlıq olacaq, hələ gənc heyvandır. Bunu bir 2 ay gözləyəcək, yumurtaya düşsün, sonra çarpazlanacaq. Bu xoruzda olan, belə deyək ki, pipiyin formasını bu fərə düzəldəcək. Fərənin qənədindəki rəngləri bu xoruzun qənədini düzəldəcək. Bir dənə ciddi problemimiz odur ki, xoruzun qənəd daşıması istədiyimiz kimi deyil. Ona görə də bu fərəni damazlıq kimi seçmişik ki, qənəd daşımasını bu fərə düzəlsin. İnşallah gələn mövsüm, yəqin ki, bundan gəlmə balaları təkrar sizlə çəkib paylaşacaq. Yəni, bundan əlavə təsərrüfatımızda 2 dənə beli gödək olan fərəmiz var. Hansı ki, digər cəhətləri yerindədir, hər bir xüsusiyyəti yerindədir. Amma biz həmin fərə ilə bu xoruzu çarpazlamağa qərara gəldik. İnşallah növbəti mövsüm bunların balasını təkrar çəkib paylaşacaq. Görək nə cür effekt verir. Yəqin ki, planımız bizi yanıltmaz. Və bu xoruzları da göstər. Buradakı xoruzların hər ikisində demək olar ki, bütün belə deyək ki, standart göstəriciləri eynidir. Yalnız birinin pipiyi digərinə nisbətən daha səliqəli və belə deyək ki, düz quruluşu var. Ona görə yerdə qalan fərələrimizi həmin bu xoruzlardan biri ilə çarpazlayacaq. İnşallah yenə də nəticəni təxminən bir mövsüm sonra sizlərlə çəkib paylaşacaq. Çox sağ olun, təşəkkür edirəm.